Sonra siz bugün sizlerle birlikte belə şifrə qapı eləməyə göstərəcəm. Mən şifrəni bu seçmişəm. Bu şeylərlə açıldı qapı. Sonra bunu bağlayıram aşağı gel. Arkasına gəlim. Sistem belədir. İndi sistemi düzəltərək göstərəcəm. Bunları dəqiq atım. Sistemi düzəltərək göstərəcəm. Gelirik. 3 dənəni qaldırırıq. Yanına bir dənə. Belə bu belə. Buranı da bağlaya bilərsiniz. Mən indi içəri keçəndə göstərmək üçün qaldı. İçəriçiliyi sonra da bunları belə eləyirik. Sonra arxadan seçdik. Mesela burada seçirəm ki, bir yaxşı şifrə olsun. Çox çətinə getməyək. Bax, bir yaxşından fərqli olsun belə. Sonra hamısı birləşdirəm. Qabağa gətirirəm. Bunu səhv qırdım bura. Nə səhv elədim. Söyləşirəm. Belə söndükdən sonra qapıya tərəf aparmalıyıq. Belə elədik. Gəldim. Alt üçü seçirəm. Açıldı qapı. Alt üçü bağlayıram. Qapı bağlandı. Bunu istədiyiniz kimi eləyirsiniz. Bir yaxşı şifrəni kimi eləmək istəyirsiniz. Onu da göstereyim. Geliyor bir qabağına. Bunu burada birleştirirsiniz. Orada kapı bağlandı. Sonra geldik. Buranın. Açırsız kapı. Asaf açmıyor. Bağlanmaz. Kapı açıldı. Bunun sebebi budur ki. O da düzeltme oluyor. Külür kurur. Var. Onun sebebi budur ki bunlar birleşip eləyib buna geçer, bunu söndürürler. Bu söndürür için buna güc getmək bu açılmır. Sadə isə bunu bağladıkda bu bağlanır, sönür bu. Bu ikisi yanlış kaldığı için böyle de sönülürdü. Sonra bunu da söndürür, bunu da söndürəndə ikisi sönür, burada sönür. Burada sönəndə bunu şimdi söndürüyorum.